Salam, bugün gəlin Azərbaycan avtomobil bazarında yəqin ki, çoxlarının beynini məşğul edən bir suala birlikdə cavab tapaq. Söhbət eyni kökdən gələn, amma xaraktercə bir-birinə tamamilə zidd olan iki modeldən gedir. Kia K5 və Hyundai Sonata. Yaxşı, bəs bizim reallığımız, bizim yollarımız, bizim yanacağımız üçün hansı daha ağıllı və praktik seçimdir? Bax elə bu sualın cavabını tapmaq üçün biz hər iki modelin, necə deyərlər, bütün çamaşırlarını ortaya tökəcəyik. Texniki göstəricilər, real istismar xərcləri, usta rəyləri, hər şeyi incələyəcəyik ki, sonda siz özünüz üçün ən doğru qərarı verə biləsiniz. Təsəvvür edin ki, bu iki avtomobil bir atanın iki oğludur. Hər ikisi də eyni ailədəndir. Hyundai Motor Group. Eyni platformanı bölüşürlər, amma həyatda tamamilə fərqli yollar seçiblər. Biri deyir, mənim üçün əsas etibar və rahatlıqdır, o biri isə deyir, yox, mənə dizayn və adrenalin lazımdır. Gəlin birinci bu ailənin böyük qardaşı ilə tanış olaq. Hyundai Sonata. Bu ad bazarda dünən peyda olmayıb. O, 10 illərdir ki, özünü sübut edib, etibarlılığı ilə ad qazanıb. Elə bil ailənin o məsuliyyətli, hər kəsin güvəndiyi böyük qardaşıdır. Baxın, Sonata'nın hekayəsi tam 1985-ci ilə Koreyana gedib çıxır. Bu uzun səyahət onu sadəcə bir avtomobildən qlobal bir fenomena çevirdi. Hər yeni nəsli ilə daha da yaxşılaşan Sonata, bugün 8-ci nəsli ilə Azərbaycanda ən çox axtarılan sedanlardan biridir. Və bu, əlbəttə ki, təsadüfi deyil. Yaxşı, bəs niyə bizim sürücülər Sonatanı bu qədər çox bəyənir? Səbəblər çox sadə və aydındır. Birincisi, dəmir kimi etibarlılığı. Sonra geniş salonu, böyük bagajı ailələr üçün əla seçimdir. Amma ən əsası, ehtiyat hissələrinin asan tapılması və servis xərclərinin münasib olması onu gündəlik istifadə üçün çox sərfəli edir. Elə buna görə də taksi xidmətlərində şirkət avtomobili kimi onu tez-tez görürük. Bütün bu sarsılmaz reputasiyanın ürəyində, təməlində isə onun o sadə, amma son dərəcə dözümlü 2.0 litrlik mühərriki dayanır. Heç bir turbo, heç bir mürəkkəb sistem yoxdur. Sadə və etibarlı. Bu mühərrik uzun ömürlülük və aşağı təmir xərcləri deməkdir. Məhz Azərbaycan reallığı üçün ən vacib amillərdən biri. İndi isə səhnəyə ailənin o biraz üsyankar, dinamik, bütün diqqəti özünə çəkən kiçik qardaşı çıxır. Kia K5. O, böyük qardaşının cızdığı yolla getmir, qətiyyən. K5 öz aqressiv dizaynı və performansı ilə ənənələrə meydan oxuyur. K5-ə baxan kimi ilk diqqəti cəlb edən onun aqressiv baxışlarıdır. O kəskin cizgili faraları, radiator barmaqlığı. Sanki sənə deyir ki, mənə fikir ver. Bu, o sakit və təmkinli Sonatadan tamamilə 180 dərəcə fərqli bir yanaşmadır. Və bu aqressivlik təkcə qabaqda deyil, avtomobilin hər detalında var. GT Line versiyasından gələn o idman üslublu buferlər, axıcı xətlər, bütün bunlar K5-ə əsl sportkar havası verir. Bu avtomobil açıq-aşkar rahatlıqdan daha çox həyəcan axtaranlar üçündür. Arxasına baxanda isə çox maraqlı bir dizayn hiləsi var. K5-in o liftbekə bənzər silueti dərhal seçilir. Bu, ona həm zəriflik, həm də idman üslubunu gücləndirir. Əslində o bir sedandır, amma bu dizayn onu daha dinamik və çox daha müasir göstərir. Yaxşı, bəs bütün bu iddialı xarakterin arxasında nə dayanır? Əlbəttə ki, onun müasir 1.6 litrlik turbo GDI mühərriki. Bu mühərrik daha kiçik həcmdən daha çox güc çıxararaq sürücüyə həqiqətən də dinamik və həyəcanlı bir təcrübə yaşadır. Performans istəyirsinizsə, cavab budur. Yaxşı, bu qədər xarakterdən danışdıq. Bəs quru rəqəmlər nə deyir? İndi gəlin təəssüratları, hissləri bir kənara qoyaq və hər iki avtomobilin texniki göstəricilərini üz-üzə qoyaq. Çünki rəqəmlər yalan danışmır, elə deyilmi? Baxın, cədvələ baxan kimi fərq dərhal gözə dəyir. Güc məsələsində K5 180 at gücü ilə Sonata'nın 150-sini açıq-aşkar üstələyir. Fırlanma anı, yəni dartı qüvvəsi isə daha da fərqlidir. 265-in 196-ya qarşı. Üstəlik K5-də daha müasir 8 pilləli sürətlər qutusu var. Yeganə sahə haradakı Sonata biraz, cəmi 9 litr öndədir, o da bagaj həcmidir. Deməli, güc və texnologiya K5-də, praktiklik isə bir addım Sonata'dadır. Və gəldik ən maraqlı məqama. Adam düşünər ki, daha güclü mühərrik daha çox benzin içməlidir, düzdürmü? Amma yox. Kağız üzərində K5 həm şəhərdə, həm də trasda Sonata'dan daha qənaətçidir. Bu, K5 üçün çox ciddi bir üstünlük kimi görünür. Həm daha güclüsün, həm də daha az yandırırsan.
Yaxşı, bəs real həyatda bizim yanacaq doldurma məntəqələrində vəziyyət necədir? İndi isə kağız üzərindəki rəqəmlərdən real həyata, yəni Azərbaycan şəraitinə keçirik və bax burada usta rəyi, gündəlik istismar reallıqları hər şeyi, amma hər şeyi dəyişə bilər. Və budur, bütün məsələnin can damarı. Təcrübəli bir Hyundai Kia ustası olan Elnur ustanın rəyi K5 üçün çox ciddi bir xəbərdarlıqdır. Onun o performanslı turbo GDI mühərriki yerli yanacağa qarşı həddindən artıq həssasdır və mütləq, amma mütləq 95 oktanlı benzin tələb edir. Bu isə Azərbaycanda həm pul, həm də əl çatanlıq baxımından ciddi bir məsələdir. Bəli, ustanın sözləri bir daha təsdiqlənir. Bu sadəcə bir tövsiyə deyil, bu kritik bir xəbərdarlıqdır. Bu mühərriklər o qədər həssasdır ki, səhvən vurulan bircə 92 oktanlı benzin belə çox ciddi və çox bahalı mühərrik problemlərinə, hətta mühərrikin sıradan çıxmasına səbəb ola bilər. Bu real bir riskdir. Yaxşı, bəs Sonata, usta onun haqqında nə deyir? Deyir ki, bəli, o K5 kimi cəld deyil, yerindən atılmır. Amma bu, onun yeganə mənfi cəhətidir. Qalan bütün məsələlərdə, xüsusilə də dözümlülük və etibarlılıq baxımından özünü tamamilə doğruldur. Yəni, başınız ağrımır. Gəlin bir yekun vuraq. K5 çox performanslı, çox gözəl görünsə də, yanacağa olan həssaslığı səbəbilə Azərbaycan üçün riskli bir investisiyadır. Sonata isə bəli, biraz daha yavaş ola bilər, amma dözümlülüyü, ucuz və bol ehtiyat hissələri ilə sizə uzun illər problemsiz xidmət edəcək bir yol yoldaşıdır. Beləliklə, bütün seçim əslində sizin öz sürücü profilinizə bağlıdır. Gəlin özümüzə sual verək. Mən necə sürücüyəm? Əgər sizin üçün əsas olan baş ağrısı olmadan aşağı xərclərlə etibarlı bir avtomobilə sahib olmaqdırsa, seçiminiz çox aydındır. Hyundai Sonata. Yox, əgər siz adrenalinə, dizayna, performansa vurğunsunuzsa və avtomobilinizə bir uşaq kimi baxmağa, ona yalnız 95 oktanlı benzin almağa hazırsınızsa, o zaman Kia K5 sizin üçündür. Sonda hər şey gəlib bu fundamental suala dirənir. Gündəlik həyatın rahatlığı və proqnozlaşdırıla bilən etibarlılığı seçirsiniz, yoxsa hər qaza basanda hiss edəcəyiniz o həyəcanı və adrenalini? Qərar sizindir.